وأنزل الله عليك الكتاب والحكمة وعلمك ما لم تكن تعلم وكان فضل الله عليك عظيما. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallahu vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Sahih et-Tergib ve Terhib kitabından müellif fesil açır. Et-Tergib fi neşril ilmi ve dilaleti alel hayr. İlmi yaymak ve hayre yöneltmeye rağbetlendirmek. Ebu Hureyre diyor ki Allah Resulü sallallahu aleyhi ve sellem bile buyurmuştur. İnne mimma yelhaqul mu'mine min amelihi ve hasenatihi ba'de mevtihi. Mümin öldükten sonra onun emelinden ve onun hasenetlerinden, yaxşılıklarından mümine çatan odur ki ilmen allemehu ve neşerahu. Elmi öğretip ve onu yaymıştır. Yani insan öldükten sonra ona çatacak emelleri odur ki ilim öğretip ve onu yayıp. وَوَلَدًا صَالِحًا تَرَكَهُ ve terk ettiği salih evlat. اَوْ مُصْحَفًا وَرَّثَهُ veyahut da miras koyduğu Kur'an, yani mushaf, Kur'an kitabı. اَوْ مَسْجِدًا بَنَاهُ veya tiktiği mescid. اَوْ بَيْتًا لِبْنِ السَّبِيلِ بَنَاهُ veyahut da yolcular için ev tikip yolcular orada, misafirler orada kalabilsin, istirahat edebilsin. اَوْ نَهْرًا اَجْرَاهُ veyahut da çay akıdıp, yani insanların istifadesi için su çekip. اَوْ صَدْغَةً اَخْرَجَهَا مِنْ مَالِهِ فِي صِحَّتِهِ وَحَيَاتِهِ veyahut da sağlam vakti hayattayken malından çıkarttığı sedege. Yelhaquhu min ba'di mevtihi. Ölümünden sonra insana onların sevabı çatır. Ebu Katade diyor ki Allah Resulü sallallahu aleyhi ve sellem ile buyurmuştur. Hayru ma yuhallifur raculu min ba'dihi thalathun. Yani kişinin öldükten sonra koyup gittiği en hayırlı şey 3 şeydir. Veledun salihun yed'u lehu. Onun için dua eden salih evlat. Ve sadakatun tecri yeblughuhu ecruha. Ve ahar sedege onun sevabı, mükafatı ona çatır. Ve ilmun yu'melu bihi min ba'dihi ve özünden sonra emel edilen ilim. İnsanın koyup gittiği en hayırlı şeylerdir. Salih evlat koyup onun için dua edir. Allah'tan bağışlanma istiyor. Allah'tan rahmet istiyor atası için veyahut da anası için. Veyahut da sedege, ahar sedege koyup ki onun insana ecri sevabı çatırır. Yol çekip veyahut da ağaç ekip insanlar onun kölgesinden, meyvesinden istifade edir. Ve bir de ki faydalı, menfaatli ilim koyup, ilim öğretip veyahut da faydalı kitap ki ondan sonra emel olunur. Başka rivayette Ebu Hureyre'den gelen hadiste diyor ki Allah Resulü sallallahu aleyhi ve sellem İzâ mâte ibnu Âdeme inqata ameluhu illa min thelâthin. Adem evladı öldükte emeller kesilir 3 şeyden başka. Sadakatin cariye, ahar sedege, ev ilmin yuntefa'u bihi veyahut da faydalanılan, menfaat elde edilen ilim veya ona dua eden salih evlat. Yani insan ölende ettiği emeller hamısı kesilir. Hiçbir emelinin sevabı, mükafatı gitmir. Yalnız bu hadislerde zikrolunanlardan başka. Ebu Umame diyor ki Allah Resulü sallallahu aleyhi ve sellem böyle dediğini işittim. Erba'atun tecri aleyhim ucuruhum ba'del mevt. 4 şahs var ki 4 sınıf insan var ki onlar öldükten sonra onların ecri sevabı onlara çatır. Raculun mâte murabitan fî sebilillah. Allah yolunda keşikte durarak ölen kişi. Keşikte yani Müslümanlarla
Müsəlmanların düşməni arasında keşikdə kimsə durursa ki, müsəlmanlara düşmən tərəfindən hər hansı bir zərər, xətər gəlməsin deyə və o keşikdə ölərsə, həyatda ikən etdiyi əməllərin, yaxşı işlərin savabı, mükafatı o insana gedir. وَرَجُلٌ عَلَّمَ عِلْمًا Və bir ikincisi, elm öyrədən kişi فَأَجْرُهُ يَجْرِي عَلَيْهِ مَا عُمْلَ بِهِ Və nə qədər ki, onun öyrətdiyi elmə əməl olunur, onun əcri, savabı ona axır, ona gedir, ona yazılır. وَرَجُلٌ أَجْرَى صَدَقَةً فَأَجْرُهَا لَهُ مَا جَرَتْ Və üçüncüsü o kişidir ki, axar sədəqə qoyub. Və nə qədər ki, o axar sədəqə istifadə olunur, onun əcri, savabı ona gedir, yazılır. وَرَجُلٌ تَرَكَ وَلَدًا صَالِحًا يَدْعُ لَهُ Və üçüncüsü də o kişidir ki, salih övlad tərk etmişdir, övlad da onun üçün dua edir. Əbu Məsud Əl-Bədri deyir ki, bir kişi Allah Resulü sallallahu aleyhi ve sellem yanına geldi ve ondan minik heyvanı istəyirdi. Yəni döyüşdə, Allah yolunda döyüşə çıxmaq üçün, vuruşmaq üçün minik heyvanı istəyirdi ki, o minik heyvanın üzərində Allah yolunda döyüşə çıxsın. Və dedi ki, mənim heyvanım axsıyıb. Qad ubdi'a bi, yəni heyvan axsıyır, yeriyə bilmir, miniksiz qalmışdır. Və Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, İ'ti fulanən, get filan kəsin yanına. Fəətəhu fəhəmələhu və o kişi də gəlir Allah Resulü sallallahu aleyhi ve sellem deyən adamın yanına və o da ona minik heyvanı verir və Allahın elçisi sallallahu aleyhi ve sellem buyurur ki, Mən dəllə alə xeyrin fələhu mislu əcri fəilihi. Kim bir xeyrə yönəldərsə, onu edənin əcrinin mislində, savabının mislində yönəldən insan üçün də vardır. Əvqalə amilihi və yaxud da əməl edənin əcrinin mislində. Əbu Məsud radiyallahu anhu deyir ki, Ətə rəculun ən-nəbiyyə sallallahu aleyhi ve sellem fəsələhu. Bir kişi Allah Resulü sallallahu aleyhi ve sellem yanına geldi ve ondan soruşdu. Ondan istedi, yani minik heyvanı istedi. Ve Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, مَا عِنْدِ مَا عُطِيكَهُ Bende sana verecek heyvan, minik heyvan yoktur. وَلَكِنْ اِئْتِ فُلَانَ Lakin filan kesin yanına git. فَأَتَى الرَّجُلَ Ve o da gelir hemen kişinin yanına. Ve o da ona minik heyvanı verir. Ve Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, Men delle ale kheyrin felehu mislu ecri fe'ilihi ve amilihi. Kim bir xeyrə yönəlderse ona o xeyri edenin ecrinin mislinde, savabının mislinde ona da vardır. Başka rivayette ise gelir ki Eddallu alel xeyri kefa'ilihi. Xeyrə yönelden o xeyri eden kimidir. Kim bir xeyrə, yaxşı əmələ yönəldirsə, o xeyri, yaxşı əmələ edən insanın savab mükafatından ona yazılır. Sanki o etmişdir. Əbu Hureyra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Mən da'a ilə huden kənə ləhu minəl əcri mitlu ucuri mən təbi'ahu. Kim bir doğru yola yönəldərsə, o yola tabi olan, yəni salih əməlli, yaxşı işləyər, hansı bir yaxşı yola yönəldərsə ona tabi olanın əcrindən, savabının mislindən ona da vardır. Lə yanqusu dəlikə min ucurihim şeyən onların da savab, əcr mükafatından heç nə azalmır. O mən da'a ilə dalalətin və kim də bir zəlalətə, azğınlığa yönəldərsə kən aleyhi minəl ismi mislu əthəmi mən ittəbə'ahu ona, yəni yönəldən insana o zəlalətə, sapıqlığa, azğınlığa tabi olanların günahlarının mislində ona da vardır. Lə yanqusu dəlikə min əthəmihim şeyən və edənlərin, yəni zəlalətə tabi olanların günahlarından da heç nə azalmır. Əgər hər kim Qur'an və sünnədə olmayan, sonradan çıxan bidət bir əmələ yönəldərsə
və yaxud da günah olan bir şey yönəldərsə, Allahın yolundan kənar bir şey yönəldərsə, Peyğəmbər sallallahu aleyhi ve sellem və sahabələrin eləmədiyi bir şey yönəldərsə, onların olmadığı bir yola yönəldərsə, o yola yönəllənlər, o pis əməli edənlərin günahından yönəldən insana da yazılır, lakin edənlərin də günahından azalmır. Qiyamət günü heç kəs üzür gətirə bilməyəcək ki, filan kəs məni yönətdi, filan kəs dedi, mən də elədim, filan kəs dedi, mən də danışdım. Əli radiyallahu anh deyir ki, Allah Teala'nın bu ayəsi haqqında Qu enfusakum və əhlikum nara. Allah da buyurur ki, özünüzü və əhlinizi, ailənizi oddan qoruyun. Əli radiyallahu anh deyir ki, allimu əhlikumul xeyr. Əhlinizə, ailənizə xeyri öyrədin. Yəni, xeyir də Allah və Rasulunun insanlara öyrətdiyidir. Sonra müəllif fəsil açır. Ət-tərhibu min kətmil ilm. Elmi gizlətməyi qorxutmaq. Yəni, elmi gizlətməkdən qorxutmaq, çəkindirmək. Əbu Hureyra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Mən suilə an ilmin fəkətəməhu. Kim hər hansı bir elm haqqında soruşular və onu gizlədərsə, ulcimə yevməl qiyaməti bilicəmi min nar. Qiyamət günü o insan alovdan, oddan yüyənlənən ağzı. Sanki atın, minik heyvanın ağzına necə ki yüyən keçirilir və qiyamət günündə belə insanın ağzına alovdan, oddan yüyən keçirilər. Allah qorusun. Başqa İbn Məcənin rəvayətində isə Mə min rəculin yəhfəzu ilmən fəyəktumuhu. Hər hansı bir kişi elmi əzbərləyər və onu gizlədərsə, İllə ətə yevməl qiyaməti məlcumən bilicəmin min nar. Qiyamət günü gələr, alovdan, oddan yüyənlənmiş halda. Abdullah ibn Amr deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Mən kətəmə ilmən əlcəməhullahu yevmən qiyaməti bilicəmin nar. Hər kim hər hansı bir elmi gizlədərsə, Allah Teala qiyamət günü onu alovdan yüyənləyər. Elm dedikdə əsasən insanların cənnətə yönəldən şəriət elmi qəsd olunur. Əbu Hureyra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Məsəlüllezî yetəalləmul ilmə thummə lə yuhaddisu bihi. Elm öyrənib, sonra o elmi danışmayan, o elmi insanlara öyrətməyənin misalı kəməsəlillezî yeknizul kənzə thummə lə yunfiqu bihi minhu. Xəzinə toplayıb, sonra o xəzinəni xərcləməyənin misalı kimidir. Qızıl, gümüş toplayır və sonra onu xərcləmir. Və qızıl, gümüş toplayıb xərcləməyənləri Allah Teala Qur'anda hədələmişdir. Və Allah Teala buyurur ki, وَالَّذ۪ينَ يَكْنِزُونَ الذَّهَبَ وَالْفِدَّةَ. O kəslər ki, qızıl və gümüş toplayırlar, xəzinə kimi yığırlar. ثُمَّ لَا يُنْفِقُونَهَا. Sonra onu xərcləmirlər Allah yolunda. فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ. Onları ağrılı, acılı bir əzabla müjdələ. يَوْمَ يُحْمَ عَلَيْهَا فِي نَارِ جَهَنَّمَ. Yəni, o qiyamət günü o yığdıqları, topladıqları qızıl, gümüş cəhənnəm odunda qızdırılacaq. فَتُكْوَى بِهَا جِبَاهُهُمْ وَجُنُوبُهُمْ وَظُهُورُهُمْ. Və o qızdırılmış qızıl və gümüş onların alınlarına, yanlarına və kürəklərinə bastırılacaq. Və onlara deyiləcək ki, yığıb saxladığınız, özünüz üçün yığıb topladığınızın dadın əzabını. Və sonra müəllif fəsil açır və buyurur ki, elminə əməl etməyən və eləmədiyi şeyi
danışan, deyən insanı qorxutmaq, çəkindirmək. Zeyd ibn Ərqam deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem deyərdi, Allahümme inni a'udhu bike min ilmin la yenfa' ve min qalbin la yakhsha' ve min nefsin la teşba' ve min da'vatin la yustecabu leha. Və bu olduqca əzəmətli duadır. Və hər bir müsəlman əzbərləyib bu duanı etməsi və Allahdan istəməsi lazımdır. Və duada deyərdi ki, Allahım, mənfəət verməyən elmdən, qorxmayan qəlbdən, doymayan nəfsdən və qəbul olunmayan duadan sənə sığınıram. Usama bin Zeyd deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə dediyini eşitdim. Qiyamət günü bir kişi gətiriləcək. Yəni o kişi ki, onun elmi, əməli elminə müxalif olmuşdur. Öyrənib, lakin əməl etməmişdir. O kişi gətiriləcək, fəyulqa finnar. Ümumiyyətlə, Qur'anda və hədisdə kişi dedikdə qadınlar da buna daxildir. Və o insan cəhənnəmə atılacaq. Fətəndəliqu əqtəbuhu. Və onun bağırsaqları çölə çıxacaq. Yəni, insanın içalatı, bağırsaqları çıxacaq çölə. Fəyəduru bihə kəmə yədurul himaru birhahu. Və o insan da bağırsaqlarının, o mədəsində, içalatında olan bağırsaqların ətrafında fırlanacaq, necə ki uzunqulaq, eşşək, dəyirman daşının ətrafında fırlandığı kimi, dolandığı kimi. Və cəhənnəm əhli onun ətrafında toplaşacaq və deyəcəklər ki, ey filan kəs, nə olub sənə? Yəni, sən nə üçün buradasan? Sən niyə cəhənnəmdəsən? Məgər sən bizə yaxşını əmr etmirdinmi? Və pisdən, münkar işdən bizi çəkindirmirdinmi? Bizə qadağan etmirdinmi? O deyəcək ki, mən sizə yaxşını əmr edirdim, özüm isə eləmirdim. Və şərri sizə qadağan edirdim və özüm o şərri edirdim. Və başqa hədisdə Usama bin Zeyd deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellemin belə dediyini eşitdim. Hansı ki uzun hədisdir, onun bir tərəfi, bir hissəsidir. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Merartu leylete usriye bi. İsra gecəsi, yəni mən aparıldığım gecə bir cəmaatın, bir qövmün yanından keçdim. Onların yanaqları, üzünün bir hissəsi oddan, alovdan qayçılarla doğranılırdı. Dedim ki, bunlar kimlərdir ey Cəbrail? Dedi ki, sənin ümmətinin xatibləri, xütbə verənləri, moizə edənləridir. O kəslər ki, etmədiyi şeylər deyirlər. Danışırlar, lakin əməl edəmirlər. Başqa rəvayətdə isə buyurur ki, Allah Resulü sallallahu aleyhi ve sellem وَيَقْرَؤُونَ كِتَابَ اللّٰهِ وَلَا يَعْمَلُونَ بِهِ Allahın kitabını oxuyurlar və onu əməl etmirlər. Əbu Bərzə Əl-Əsləmi deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. لَا تَزُولُ قَدَمَ عَبْدٍ يَوْمَ الْقِيَامَةِ حَتَّى يُسْلَ عَنْ عُمْرِهِ فِيمَا أَفْنَاهُ Qiyamət günü qulun ayağı tərpənməz, yəni gedəcəyi yer bilinməz, nəhayət soruşulana qədər ömründən, ömrünü nəyə fəna etmişdir? Elmindən, elminə nə əməl etmişdir? Malından hardan qazanmışdır və nəyə xərcləmişdir? Və cismindən soruşulacaq, bədənindən ki, o cismini, bədənini nəyə sərf eləmişdir? Nə üçün istifadə etmişdir? Başqa hədisdə isə buyurur Allah Resulü sallallahu aleyhi ve sellem Muaz bin Cəbəlin rəvayət etdiyində Mə tuzəlu qədəmə abdin yevməl qiyaməti Qiyamət günü qulun
ayakları tərpənməz. Yəni yerindən tərpənməz ta ki nəhayət 4 şeydən soruşulmadıqca ömrünü nəyə fəna etmişdir? Cavanlığından ki cavanlığını nəyə körlamışdır? Baxmayaraq ki cavanlıq özü ömründəndir, lakin cavanlığın insanın ömründə xüsusi rolu var. Gənclik, cavanlıq hansı ki güc qüvvətin həm fiziki güc, həm insanda zehni güc var ki o cavanlığını, gəncliyini nəyə sərf etmişdir? Və malından soruşulacaq ki, malını hardan qazanıb, hansı yolla qazanmışdır və nəyə xərcləmişdir? Yəni insan qiyamət günü soruşulacaq o malını hardan qazanıb, halalla yoxsa haramla? Və həmçinin xərcləməkdə də insan düşünməsin ki, mal mənimdir, istədiyim kimi xərcləyə bilərəm. Xərcləməkdə də müsəlman məsuldur. Necə ki, qazanmaqda Allah Teala'nın buyurduğu yollarla qazanmalıdır, halal harama diqqət etməlidir və həmçinin xərcləyəndə də şəriətə müvafiq Allah və Rasulunun buyurduğu yollara xərcləməlidir. Və bir də dördüncüsü وَعَنْ عِلْمِهِ مَاذَا عَمِلَ بِهِ və elmindən soruşulacaq ki, elminə, bildiyinə nə əməl etmişdir? İbn Məsud deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Adəm övladının qiyamət günü ayaqları tərpənməz, nəhayət 5 şeydən soruşulmadıqca. Ömründən ki, ömrünü nəyə fəna etmişdir? Gəncliyindən, cavanlığından ki, cavanlığını nəyə sərf etmişdir? Malından ki, hardan qazanmışdır? Nəyə xərcləmişdir? Və bir də ki, elminə nə əməl etmişdir? Luqman İbn Amir deyir ki, Əbu Darda radiyallahu deyərdi. Əbu Darda səhabə hansı ki, cənnətlə müjdələnən. Səhabə deyərdi ki, İnnəmə əxşə min Rabbi yevməl qiyaməti ən yəd'uvani alə ruusil xalayq fəyəqul. Mən qorxuram Rəbbimdən ki, qiyamət günü məxluqatın qarşısında məni çağırar və deyək ki, ey Üveymir, adı Amirdir, lakin alçaldılmış, kiçildilmiş formada deyir. Yəni, səhabə cənnətlə müjdələnməyinə baxmayaraq özünü böyük hesab eləmir. Öz adını hətta kiçildilmiş formada deyir. Və deyirlər ki, ey Üveymir, mən də deyərəm ki, ləbbeyk, ey Rəbbim, buyur, eşitirəm, hazıram. Və Allah Teala deyər ki, bildiyinə nə əməl etdin? Əbu Bərzə deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. İnsanlara xeyir öyrədib, özünü unudanın misalı fitilin misalı kimidir. Hansı ki, çırağın içində o fitil ki, orada keçmişdə yağ olurdu, yağla yanırdı. Allah Resulü sallallahu aleyhi ve sellem insanlara xeyir öyrədib, özünü unudanın, əməl etməyənin misalını bənzədir fitilin misalına. İnsanlara işıq verir, özünü yandırır. Cündub ibn Abdullah el-Əzzi deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Məsəlul-ləzi yuallimun nəsəl xeyra və yənsə nəfsəhu. İnsanlara xeyir öyrədib, özünü unudanın misalı çırağın misalı kimidir. İnsanlara işıq verir, özünü isə yandırır. İmran ibn Hüseyin deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. İnnə əxxafə mə əxafu aleykum bə'di. Özümdən sonra sizin üçün ən çox qorxduğum şey kullu münafiqin alimin lisan. Hər bir münafiq, dildə elmli, yəni çox danışan, dildə pərgar, lakin qəlbi və əməlləri cahil insan. Sadəcə elmi bir sənət, bir peşə etmişdir ki, o elmlə dünya mənfəəti, dünya malı əldə etmək üçün, hörmət əldə etmək üçün, təzim əldə etmək üçün, insanlar yanında hörməti olsun. Özü insanları Allaha çağırır, özü isə Allah yolundan, Allahdan qaçır.
başqasının eybini çirkin görür, çirkin hesab edir, eyib tutur, özü isə ondan daha çirkin, daha pis olan edir. İnsanlara zahirən dindar ibadət olduğunu göstərir. Dili ilə insanlara abid olduğunu bildirir. Özü isə daha pis, daha çirkin günahlarla gizlində, xəlvətdə dolanır. İnsanlar arasında özünü abid, mələk kimi göstərir, təklikdə, xəlvətdə isə yırtıcı canavardır. Və Allah Teala'dan istəyirəm ki, Allah Teala bizi bilib, bildiyinə əməl edənlərdən etsin. Və Allah Teala bizi öz dinində sabit eləsin, Allah sizə də bərəkət versin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və ətubu ileyk.